gəldi. Məktəb tərəfə düşən görüntülər də gəldi. Hətta alovlanma da var. Bir evdən çəkilib. O görüntünü də göndər bizim əməkdaşlar. Bəli. Onu həmən versinlər. Bir daha təkrar edirik ki, Naxçıvan aeroportu məhz yeganə yoldur, əsas ərazisi ilə Azərbaycanın və onun vurulması və indi də bir məlumat daxil oldu ki, təyyarə Gəncədən geri qaytarılıb. Bu yaranmış fövqəladə vəziyyətə görə bu demək ki, ərazini faktik olaraq blokadiya alır, insanlığa və bütün humanitar prinsiplərə zidd hərəkət edir. Hadisə yerindən artıq görüntülər məktəbdən də və aeroportdan da fotolar və görüntülər var. İndi bizdə həm dron görüntüləri, mən xahiş edirəm rejissordan hazır olan kimin hazır olan kimi təqdim edin. Hörmətli tamaşaçılar, diqqətiniz olsun. Ən isti görüntülər isə təqdim etmək istəyirik. Onların içərisindən təbii ki, bəziləri ki var. Onları mütləq biz yoxlamalıyıq ki, yəni fərqli görüntülər də olsun. Bu görüntülərin hamısı həvəskar Azərbaycanlılardır, bəzilərini paylaşdı, bəli.